Salam əziz tamaşaçılar, Təhsil televiziyasının efirində Təhsil dialoqu verilişində bugün xaricdə təhsil dövlət proqramı haqqında danışırıq. Ölkə prezidentinin müvafiq sərəncamına əsasən təsdiq olunmuş, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün dövlət proqramı çərçivəsində 2026-2027-ci tədris ilində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Təsdiq olunmuş yeni siyahıya əsasən namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılır. Dövlət proqramı üzrə illik kvota 500 nəfər təşkil edir. Bu kvota çərçivəsində rəqabət mühitinin tənzimlənməsi məqsədilə müraciət sayından asılı olaraq prioritet ixtisas istiqamətləri üzrə keçid balları tətbiq edilə bilər. Xüsusi olaraq qeyd edək ki, dövlət proqramının 15 prioritet ixtisas sahəsi ilə yanaşı, mədəniyyət və incəsənət sahəsi üzrə də bu il imkanlar genişləndirilib. Belə ki, ötən illə müqayisədə bu istiqamət üzrə siyahıya daxil edilən nüfuzlu ali müəssisələrinin sayı artırılıb. Bu mövzu ilə bağlı çox maraqlı qonaqlarımız var. Bu verilişdən sonra əminəm ki, özünüz üçün də faydalı məlumatlar əldə edəcəksiniz. Qonaqlarımız Vüsalə xanım Niftəliyeva, Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin Dövlət Proqramı İdarə Etmə Qrupunun 2022-2028-ci illər üçün Dövlət Proqramı layihəsinin rəhbəri. Xoş gəlmisiniz, Vüsalə xanım. Vüsalə Niftəliyeva Azərbaycan Dövlət Pedaqoji Universitetini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Əmək fəaliyyəti dövründə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində fəaliyyət göstərən qurumlarda, Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında, Azərbaycan Respublikasının Gənclər Fondunda və bir sıra digər ictimai qurumlarda rəhbər vəzifələrində çalışıb. 2023-cü ildə Dövlət Gənclər Siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin tərəqqi medalı ilə təltif edilib. Hazırda Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı İdarə Etmə Qrupunun 2022-2028-ci illər üçün Dövlət Proqramı layihəsində rəhbər vəzifəsində çalışır. Və xaricdə təhsil üzrə müstəqil ekspert Elgün müəllim Kərimov. Xoş gəlmisiniz Elgün müəllim, xoş gördük hər ikinizi. Elgün Kərimov, beynəlxalq təhsil məsləhətçisi və biznes inkişaf eksperti. ABŞ-nin New Jersey ştatındakı William Peterson Universitetində beynəlxalq əlaqələr üzrə magistr təhsil alıb. 2009-cu ildən bəri tələbələrin ABŞ, Böyük Britaniya, Avropa və Çin universitetlərinə qəbulu sahəsində çalışır. Hazırda baş biznes icraçı vəzifəsində çalışır. Cambridge proqramına uyğun General English dərsliklərinin müəllifidir. Beynəlxalq səviyyədə ICF sertifikatlı təhsil məsləhətçisidir. Gənclər hələ məktəb illərindən yol göstərir. Onların güclü tərəflərinə uyğun ixtisas seçimindən aparıcı universitetlərə qəbula və ilk karyera addımlarına qədər bütün yolu əhatə eləyən fərdi inkişaf planı hazırlayır. Elə ilk sualım mənim olacaq elə dövlət proqramı ilə bağlı. Nəzərə alsaq ki, indi artıq seçimlərin qızğın vaxtıdır. Düşünürəm ki, elə yerinə düşüb bu görüşümüz. Vüsalə xanım, dövlət proqramı ilə xaricdə təhsil almaq üçün mütləqdir ki, yüksək səviyyədə akademik bilikləri olsun həmin şəxslərin, yoxsa Hal-hazırda artıq ictimaiyyətin də məlumatı olduğu kimi Cənab Prezidentin 2022-ci tarixli sərəncamı ilə təsdiq edilmiş gənclərin xarici ölkə nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-28-ci illər üçün dövlət proqramının icrası çərçivəsində 26-27-ci tədris ili üzrə qəbul prosesi həyata keçirilir. Və qəbul prosesi artıq ictimaiyyətin məlumatı var ki, 15 aprel tarixində start verildi sənədlərin qəbulundan, 5 iyun tarixində yekunlaşdırıldı və hazırda isə digər mərhələlər üzrə proseslər həyata keçirilir. Mən əminəm ki, bu ictimaiyyət üçün çox maraqlıdır. İcazənizlə sizin auditoriyadan istifadə edib məlumatları bölüşmək istərdim. Bildiyiniz kimi, bu il bir sıra qəbul prosesində elektronlaşmalar həyata keçirildi, yeni yanaşmalar tətbiq olunur və bütün bunlara baxmayaraq və eyni zamanda da çox ötən ilki müqayisə ilə əgər nəzərə yetirsək, bu il qəbul prosesinə sənəd qəbulu üçün ayrılmış müddət ötən ildən nisbətən 10 gün daha az olmasına baxmayaraq rekord sayda şəxs dövlət proqramına müraciət etdi.
Və bu statistik rəqəmi sizlə bölüşməyə icazə verin mənə ki, 21 ölkə üzrə hazırda 106 demək, ali təhsil müəssisəsinə daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı dövlət proqramı çərçivəsində xaricdə oxumaq üçün bizə müraciət edib. Ümumilikdə isə bu rəqəm müraciətçi sayı 1221 nəfərdir. Bu rekord bir sayıdır və bu rəqəmi əgər biz diqqət eləsək, əslində müəyyən qədər anlaşılır ki, bu Azərbaycan Respublikasının vətəndaşlarının həm dövlət proqramına olan marağını, eyni zamanda təhsilə olan marağını özündə ehtiva edir. Bu çox sevindirici və müsbət bir haldır. Eyni zamanda biz hazırda sənədlərin qəbulunu həyata keçirdik. Bu ekspertiza mərhələsindəyik. Eyni zamanda bununla paralel olaraq hazırda müsahibə mərhələsi həyata keçirilir. Sual oluna bilər ki, niyə görə məhz iki proses paralel şəkildə həyata keçirilir? Öncəliklə onu aydınlaşdırmaq üçün bildirmək istərdim ki, qəbul prosesinin özü ümumiyyətlə bir neçə mərhələdən ibarət bir prosesdir. Sənədlərin qəbul olunması, ekspertizasının həyata keçirilməsi, daha sonra müsahibə mərhələsinin həyata keçirilməsi, müsabiqə mərhələsinin ehtiyac yarandığı təqdirdə həyata keçirilməsi, yekun cavablarının çıxması və nəhayət isə maliyyələşmə prosesinin həyata keçirilərək artıq gənclərimizin xarici ölkələrə oxumaq üçün yollanması. Hazırda bu iki prosesin həyata keçirmə səbəbi ondan ibarətdir ki, biz bilirik ki, müəyyən xarici ölkələrin təhsil müəssisələrində tədris vaxtı hardasa bir neçə ay artıq başlayacaq və həminki gənclərin təhsilində təbii ki, qalib olacaq şəxslərin tədrisində hər hansı bir yubanmalar olmaması üçün biz bu prosesi hazırda paralel şəkildə həyata keçiririk və nəzərə alsaq ki, rekord sayıda müraciət də var və ona görə də hazırda hər iki proses paralel şəkildə həyata keçirilməkdədir. Sualınıza qayıtmış olsaq belə, bildirmək istərdik ki, dövlət proqramının təməl təbii ki, şərtlərindən biri akademik mükəmməllikdir və ona görə də məhz qəbul prosesi zamanı ilkin seçim meyarlarının arasında bakalavriat təhsil pilləsi üzrə bəzi ixtisaslar üzrə 400 minimal keçid və bəzi ixtisaslar üzrə 550 minimal keçid Dövlət İmtahan Mərkəzindən tərəfindən toplanmış ballar olmalıdır. Eyni zamanda magistratura təhsil pilləsi üzrə isə ümumi ortalama müvəffəqiyyət göstəricisi 81 və onun üzərində olmalıdır. Və bütün bunlarla yanaşı, eyni zamanda şəxslərin təhsil alacağı tədris dilinin minimum C1 səviyyədə bilməsi vacib şərtlər sırasındadır. Bütün bunlar özündə onu ehtiva edir ki, gənclərimizin akademik bazasının güclü olması dövlət proqramı onlara çox böyük bir investisiya yatırır və böyük bir, belə deyək, dövlət tərəfindən onlara böyük bir şərait yaradılır və dövlətin ehtiyacları öncəliklə təbii ki, nəzərə alınaraq gənclərimiz beynəlxalq rəqabətli davamlı olması üçün məhz dövlət proqramından yalnız demək, akademik bazası güclü olan şəxslər istifadə edə bilir. Çox gözəl və Elgün müəllim, sualım sizə olacaq ki, müstəqil ekspert kimi siz daim deməli xaricdə təhsil alan gənclərlə ünsiyyətdə olursunuz və öz məsləhətlərinizi əsirgəmirsiniz. Çünki vaxtilə siz də özünüz də xaricdə təhsil alan bir gənc olmusunuz. Hansı sahələrə bugün gənclərimiz müraciət edirlər və hansı peşələr daha çox onları maraqlandırır? Çox sağ olun. Bugün hər zaman o sahələrin istəyi zamandan zamana dəyişir. Amma bugünkü əsas sahələr təbii ki, texnologiyadır, ilk başda gələn. Kompüter elmləridir, onunla əlaqələr olan texnoloji sahələrdir. Son zamanlar süni intellekt sahələridir. İkinci sırada daha çox mühəndislik fakültəsi indi daha populyardır Azərbaycanda. Çünki həm tibbə aid olan mühəndislik proqramları dövlət proqram listində var. Və eyni zamanda tələbələr artıq aerospace, yəni fəza mühəndisliyi, kosmos mühəndisliyi, aviasiya mühəndisliyi, təyyarəyə aid olan mühəndisliklər. Bunlar da daha çox son zaman valideynlərin soruşduğu sahələr arasındadır. Bunlar daha çox populyardır. Təbii ki, biznes, beynəlxalq əlaqələr, humanitar sahələr hər zaman olduğu kimi öz yerindədir. Onu da hələ də xaricdə oxumaq istəyən tələbələr kifayət qədərdir. Onlar heç zaman dəyişmir, amma əvvəllər mühəndisliyi, kompüter elmləri kimi texnologiyalara istək daha az idi. Bəlkə də bilik, məlumat daha az idi. İndi isə həmin dövlət proqramının dəstəyi ilə məlumat daha çoxdur. Çünki dövlət hər hansı bir proqramı elan edəndə hər kəs ondan maraqlanır.
maraqlanır və istər-istəməz valideynlərdə o sahələrə maraq daha çox olur ki, əgər dövlət bunu ehtiyac siyahısında qoyubsa, bizim uşaqlar üçün daha yaxşı ki, bunu oxusunlar, gələcəyi daha parlaq olsun və Azərbaycanda bu sahəyə ehtiyac olduğu üçün daha çox maraq olur. Bugün ən iki önəmli sahələrdən odur. Tibb sahəsi hər zaman öz istəyinə görə dəyişir. Amma mühəndisliklə, xüsusilə süni intellekt, data elminin idarə edilməsi və gələcəkdə digitallaşma prosesi də sürətli olduğu üçün Azərbaycanda bu sahələrə daha çox marağı var. Məsələn, əgər bir tələbə süni intellekt oxumaq istəyirsə, mühəndisliyə getmək istəyirsə, o sadəcə 10-11-ci sinifdə buna qərar verə bilməz. Əslində 3 il, 4 il əvvəl bu prosesə biraz hazırlaşmalıdır. Olimpiyadada bu sahədə bacarığı var, yoxdur. Robotika sahəsində nə qədər olimpiyadalara qatılıb. Ümumiyyətlə, məsələn, bizdə süni intellekti bakalavrdan oxumaq istəyən tələbələr var. Amma əslində süni intellekti bakalavrda oxumaq üçün öncə bir proqramlaşdırma dillərindən məlumatlı olmalısınız, müəyyən bacarıqlarınız olmalıdır, müəyyən yarışlarda iştirak eləməlisiniz. Çox yaxşı ki, bugün bizim STEM mərkəzləri var, yəni texnoloji, dövlətin, Təhsil Nazirliyinin texnoloji mərkəzləri var. Bugün Asiya universitetlərinə, Asiya ölkələrinin universitetlərinə çox böyük maraq var. Həqiqətən də əvvəl əgər bizim tələbələr Avropanı düşünürdüsə, Amerikanı düşünürdüsə, indi daha çox eşidirik ki, Çin, Sinqapur qeyd etdiyiniz kimi. Amma bir məsələ də var ki, misal üçün Azərbaycanda böyüyən bir uşaq robotexnikanı əgər gedib öyrənmək istəyirsə, bu sahədə IT sahəsində və digər rəqəmsal inkişaf sahəsində daha biliklərini təsdiq etmək istəyirsə, bacarığını göstərmək istəyirsə, Çində böyüyən bir tələbə ilə nə dərəcədə də o rəqabət apara bilər ki, Çin universitetinə daxil olmaqda? Onu qeyd edim ki, yəni universitetlər normalda tələbəni qəbul edəndə beynəlxalq tələbəni ayrı bir statistika ilə qəbul edirlər. Yerli tələbəni ayrı bir statistikasına qəbul edirlər. Yəni yerli tələbələrin qəbul prosesi beynəlxalq tələbələrin qəbul prosesinə təsir eləmir. Rəqabətə gəlincə, bəli, Sinqapur Universitetinin tələbələri ilə məzunlarla rəqabət eləmək çox da asan deyil. Çətin olacaq. Amma eyni zamanda hər universitetin millətlər üzrə qəbul faizləri var. Məsələn, bir universitet bütün tələbələri Sinqapurdan qəbul edə bilməz. Əgər 100 tələbə qəbul edəcəksə, onların nəticələri yaxşı da olsa, hamısını Sinqapurdan etmə bir ixtiyarı yoxdur. Onun hər millətin insanlarına bir şans vermə siyasətləri var. Bu Avropada da var, hər xarici ölkə universitetinin hamısında var. Onlar ona görə hamısını hissələrə bölürlər. Məsələn, Azərbaycandan 10% əhali sayına görə, Sinqapurdan 5%, İngiltərədən 20% qəbul edə bilərik. Ona da neçə tələbə sayı düşürsə, onun əsasında qəbul prosesi aparırlar. Yəni bir növ siz müəyyən bir neçə ölkə ilə mübarizə aparırsınız və onda qəbul şansınız daha çox olur. Nəinki o. Elə universitet var ki, misal üçün Sinqapur, Çin universitetləri dünyanın ilk 10 sırasında, 15 sırasında yerləşir. Yəni hardasa Stanford kimi, yəni MIT kimi universitetlər səviyyəsinə artıq Çin universitetləri də gəlib çıxıblar və ingilis dilində proqramları var. İkinci bir üstünlüyü təhsil haqqları həddən artıq Avropada, İngiltərə ilə, Amerika ilə müqayisədə çox-çox aşağıdır və Çin dövləti İpək yolu təqaüd sistemi var və Asiya ölkələrini özünə daha çox yaxınlaşdırmaq üçün çoxlu təqaüdlər təklif edir. Yəni Azərbaycanın Təhsil Naziri ayrı bir təqaüd təklif edir. Çin Təhsil Nazirliyi və Çin dövləti ayrı bir təqaüd sistemi təklif edir. Yəni bu da tələbələrimiz üçün ekstra şansdır. Seçimdir. Bəli, ikisinə də müraciət edə bilərlər, sonda özləri qərar verə bilərlər, hansı ilə getsinlər. Yəni bu da Təhsil Nazirliyi özü də saytında bunları daha çox irəli sürür ki, tələbələr üçün ekstra resurslar olsun ki, onlar sadəcə Təhsil Nazirliyinin proqramına deyil, istənilən təqaüd proqramına müraciət edib Azərbaycandan kənarda rahat şəkildə təhsil ala bilərlər. Vüsalə xanım, bəs regionlarda yaşayan gənclər üçün dövlət proqramı nə dərəcədə əlçatandır və statistik məlumatlar əlinizdə olduğundan qeyd etdiniz ki, bax bu il rekord saydadır. Regionlardan müraciət də mi nisbətən, yəni paytaxta nisbətən rekord saydadır, yoxsa az? Hər bir ölkənin, ümumiyyətlə hər bir universitetin özünün fərqli şəkildə, belə deyir, fərqli şəkildə və ayrı şəkildə bir strategiyası mövcuddur. Eləcə də bizim də dövlət proqramımızın strategiyası ondan ibarətdir ki, bayaq da qeyd etmişdik ki, əsas birinci prinsip ondan ibarətdir ki, dövlətin ehtiyacları müəyyən olunur və bu ehtiyaclar üzərinə sosial, demək,
bütünlüklə bütün sahələri əhatə edən ehtiyaclar üzərinə prioritet ixtisaslar müəyyən olunur ki, bu illər 15 prioritet ixtisasımız elan edildi və 16-cısı da məhz ilk dəfə ötən ildə olmuşdu, amma bu il daha çox geniş şərait yaradıldı. Mədəniyyət və insan sahəsi üzrə də qəbullar daxil oldu bizə və bu məsələni onunla bağlamaq istəyərdim ki, hazırda bizim ümumiyyətlə 1221 tələbə müraciətinin içərisindən top 10 universitetləri ki var, 3 reyting cədvəli üzrə məhz onlar formalaşıb. 271 tələbəmiz sırf top reytingdən, top 10-da olan yerləşən universitetlərdən qəbul məktubları alıblar və onlara daxil olublar və bizə müraciət ediblər. Təbii ki, bu bizi çox sevindirir və Azərbaycan gəncləri, əksəriyyəti gənc olduğu üçün bu ifadəni işlədə bilərik. Azərbaycan gənclərini ilkin uğuru kimi də dəyərləndirmək olar. Dövlət proqramının qəbul prosesi tamamilə bütünlükdə ədalətli, obyektivlik və şəffaflıq prinsipinə söykənib. Bizdə dövlət proqramının müraciət zamanı hər hansı bir sosial təbəqədən olan, hər hansısa bir regiona məxsus, hər hansısa bir hətta cinsə məxsus belə kvota və imtiyaz mövcud deyildir. Bunun üçün biz yalnız və yalnız gənclərimizə sadəcə bu məlumatı ötürürük ki, siz əgər internetdə çıxışınız varsa, sadəcə o internetdə çıxışınızın olması önəmlidir. Təbii ki, bayaqlar meyarları sadaladıq, akademik göstəricilərin olması və s. ilə axır. İndi növbəti mərhələdə indi bununla bağlı bir fikir də bildirəcəm sizə ki, akademik göstəricilərdən sonra daha hansı vacib meyarlar gənclərimizdə olmalıdır ki, onlar dövlət proqram iştirakçısına çevirə bilsinlər. Və bütünlükdə bunların fonunda deyə bilərik ki, yalnız gəncimizin hətta Ucqar Tağ kəndində olsa belə, sadəcə qarşısında onun internetə çıxışı varsa, Portal Edu.az saytı səhifəsi vasitəsilə daxil olub, şəxsi kabinetini yaradıb, oradan sənədlərini sadəcə olub bizi göndərməyi, dövlət proqramına daha doğrusu müraciət etməyi kifayət edir. Hətta baxın, siz belə bir sual soruşdunuz, mən bu sualın cavabını belə verə bilərəm ki, biz onun statistikasını aparmadığımız üçün biz bilmirik ki, hansı rayondan, hansı regiondan, hansı və yaxud da ki, Azərbaycanın bölgələrinə, Bakının hansı sahəsində daha çox müraciət olub. Bizim üçün yalnız bir dənə prioritet var ki, gənclərimizin ilkin olaraq akademik göstəriciləri yüksək olmalıdır. Bu ilkin seçim qaydalarının əsasındadır. Daha sonra isə ilkin mərhələni keçən insanlar üçün isə mütləq mənada önəmli olan vacib faktorlardan biri 3 meyar üzrə onlar müsahibəyə dəvət olunurlar. Baxın, hal-hazırda bizdə o müsahibə həyata keçirilməkdədir. Müsahibə həyata keçirilməsi hansı deməli belə deyək də şəkildə həyata keçirilir? Komissiya tərtib edilir. 3 dövlət qurumundan ibarət, biri mütləq mənada Elm və Təhsil Nazirliyinin nümayəndəsi olur və komissiyanın sədri qismində çıxış edir. Digər qurumlardan, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan, digər də sahə üzrə ekspertdən dəvət edilməklə müstəqil bir komissiya formalaşdırılır və onlar namizədləri 3 meyar üzrə qiymətləndirirlər. 3 meyar üzrə qiymətləndirmədə bu illəri mən bunu xüsusi olaraq vurğulamaq istəyirəm ki, qiymətləndirmələr ilk dəfə olaraq elektronlaşdırılmışdır. Hər bir ekspert özünün elektron şəkildə həyata keçirilir qiymətləndirmə prosesini və bu da o deməkdir ki, şəffaflıq maksimum 100% olaraq təmin edilmişdir və gənclərimiz qarşısında əyləşən namizədlər 3 meyar üzrə qiymətləndirilir. Bunlar hansılardır? Sahə üzrə biliklərinin müəyyən edilməsi, bunlar 20 bal həcmində, maksimum olaraq 20 bal, yüksək həddi bəli 20 baldır. Daha sonra isə 2 vacib faktor vardır ki, bizdəki bunlardan biri məntiqi mühakimə yürütmə bacarıqları, analitik düşünmə qabiliyyətinin mövcud olması və kommunikasiya bacarıqları, daha ikinci meyar, üçüncü meyar daha doğrusu kommunikasiya bacarıqlarının mövcud olması, özünə inam, inandırma qabiliyyəti, fikrini düzgün şəkildə ifadə edə bilmə, məqsəd yönlü ola bilmə. Ən vacib olanı isə özünün gələcək karyera strategiyasını Azərbaycanın əmək bazarı ilə əlaqələndirə bilməsi şərti çox önəmlidir. Ölkəyə necə faydası deyə Təbii ki, bir mənalı olaraq biz dövlət özü üçün belə deyək, gələcəkdə kadr yetişdirir, milli kadr yetişdirir və ona hesablanmış bir müsahibə həyata keçirilir ki, akademik göstəriciləri zaten var ki, artıq tələbə müsahibəyə dəvət olunub. Ancaq onların içərisində ələnmə o insanlardan olur ki, onlar həqiqətən müəyyənləşdirilir ki, onlar Azərbaycanın gələcək inkişafını birbaşa töhfə verəcək insanlar olacaqlar. Artıq onlar özlərini əmək bazarında hansı bir mövqedə görürlər və o boşluğu doldurmağa hazırdırlar və bilirsiniz ki, hər tərəfli, demək biz bayaqlar qeyd elədik bu mərhələlər barədə. Növbəti
maliyyələşdirmədə öncə sonuncudan ikinci mərhələ ondan ibarətdir ki, məhz müqavilələrin imzalanması. O şəxslərlə təbii ki, öncədən qaydalarda təbii ki, bu yazılıb. O şəxslərlə müqavilələr imzalanır ki, iki tərəfli şəkildə müqavilə imzalanır ki, hər bir şəxs o müqaviləni imzalayanda artıq özü razılıq belə deyək də, artıq müsahibədə də bu təbii ki öz əksini tapır. Razılıq vermiş olur ki, bəli, mən Azərbaycana qayıdacağam, minimum 5 il müddətinə Azərbaycanda fəaliyyət göstərəcəm və ölkəmə töhfə verəcəm. Fərq etməz, biz gələcəkdə, yəni dövlət strategiyası necə nəzərdə tutulursa və proses zaten getməkdədir ki, Qarabağın işğaldan azad olmuş torpaqlarımızın quruculuğunda və bərpa edilməsində, eləcə də Azərbaycanın bayaqlar Elgün mənim çox vacib məsələlərə toxundu. Mühəndislik çox önəmlidir, mühəndislik çox geniş bir sahədir. Adı ixtisas istiqaməti olaraq mühəndislik getsə də orada klaster olaraq çox kifayət qədər böyükdür. Kimya mühəndisindən tutmuş, inşaat mühəndisindən tutmuş, data mühəndisindən, kompüter mühəndisindən çox sadalanan və bu insanlar, bu şəxslər Azərbaycana gələcəkdə böyük töhfə vermək üçün məhz dövlət proqramına müraciət edir. Yəni, hətta dövlət proqramına müraciət edən şəxsin təfəkkürünü bir forma olmalıdır. Mən dövlətdən vəsait alacam, gedəcəm, oxuyacam və qazanacam deyil. Mən dövlətdən yararlanacam, təhsilimi maliyyələşdirib, mən ölkəyə fayda vermək üçün gəlirəm. Yalnız bu şəkildə o şəxslər təbii ki, dövlət proqramının iştirakçısına çevrilə bilirlər və biz çox şadıq ki, belə gənclərimizin sayı kifayət qədər çoxdur və ona görə də bizim aktiv tələbələrimizin də sayı kifayət qədər çoxdur hal-hazırda və bu da o deməkdir ki, artıq bu qəbul prosesi bitəndən sonra yüzlərlə tələbə də həmin sıraya qoşulmuş olacaqlar. Elə bax, bu məsələ üzərindən istərdim ki, Elgün müəllimin də fikrini dinləyək ki, nə dərəcədə faydalı ola bilir həmin gənclər, istər dövlət proqramı ilə təhsil alan, istər özü müstəqil şəkildə təhsil alıb və vətənə geri qayıdan insanlar nə dərəcədə burada yaxşı işlə təmin oluna bilirlər və o yüksək hardasa ola bilsin ki, gözləntiləri olur, təkcə əmək haqqına bağlı deyil bu. Müəyyən bir sosial mühitdə işləmək, müəyyən bir iş bu qaydası olan, iş etikası olan bir ofislərdə işləmək burada nə dərəcədə, yəni üst-üstə düşür o gözlənti ilə mövcud olan şərait? Əvvəllər mən qeyd edim ki, 16 ildən çoxdur bu sahənin içindəyəm və mən özüm də xaricdə oxumuşam və mən də qayıdıb Azərbaycanda o vaxtdan bəri tamamilə Azərbaycanda işləyirəm. Bu sahə belədir ki, əvvəllər ilk öncə hər kəsin bir düşüncəsi var ki, mən xaricdə oxuyuramsa, mütləq ora qalmaq üçün getməliyəm, orada oxumalıyam, sonra yaşamalıyam, həyatımı Avropada, Amerikada qurmalıyam, bütün gələcək buradadır və s. Amma illər keçdikcə hər kəs artıq xaricdə getdi, oxudu, ya qayıtdı, ya orada müəyyən qədər işlədikdən sonra hər kəsdə belə bir konsepsiya yarandı ki, əslində bu xaricdə etmək istəkləri bəzən həddindən artıq onlar üçün çox çətin olur. Çünki həmin ölkədə bir xarici vətəndaşsınız, orada qalmaq, bütün sistemi qurmaq və orada istədiyiniz bir həyat tərzini qurmaq öz çətinlikləri var və ona hər tələbə üçün də uyğun deyil. Və ondan sonra artıq proses elə başladı ki, hər kəs Azərbaycana dönməyə başladı. Və mən ilk gələndə hər kəs məndən bu sualı çox soruşur ki, yəni niyə qalmadınız Amerikada, əgər bu qədər şərait var isə şans. Hətta bəzən qəribə də ola bilsin ki, gəlirdi ki, bu sualı çox eşidirdim. Niyə qayıt? Mənim qayıtmaqda ən böyük məqsədim odur ki, mən burada nəsə eləmək istəyirəm. Yəni mən bunu ola bilər Amerikada da eləyə bilərəm, Avropada da eləyə bilərəm, amma onun mənə bir çox da faydası yoxdur. Yəni necə faydası yoxdur? Əgər mən bu ölkədə oxumuşamsa, valideynlərim bu ölkədə yaşayırsa və mən bir yerə gəlib, çıxıb, gedib Avropada, Amerikada oxuyub gəlmişəmsə, mən artıq bundan sonraki gənclərə kömək eləməliyəm, dəstək olmalıyam ki, onlar da gedə bilsin. Xüsusilə Bakıdan olmayan insanlar üçün məlumat azlığı və ortaya çıxma, necə hazırlaşmaq lazımdır, nəyə hazırlaşmaq lazımdır, nə vaxt hazırlaşmaq lazımdır. Və mən o zamandan bəri yəni daha çox gedib belə böyük şirkətdə işləmək yerinə daha çox insanlara, tələbələrə, gənclərə fokuslandım ki, onları daha çox məlumatlandırım və onlar artıq daha çox istifadə edə bilsin və çox yaxşı ki, bugün rayonlardan kifayət qədər yəni tələbələr var ki, artıq maraqlanırlar, öncədən hazırlaşırlar və artıq bilirlər ki, biz məktəbi qutaranda gedib
Amerikada, Avropada hardasa oxuyub, işləyib, sonra qayıdıb öz rayonumuzda belə nələrsə yaratmaq istəyirik. Yəni bu proses çox yaxşı gedir və hətta deyə bilərəm ki, yəni tanıdığım tələbələrin çoxu Azərbaycanda artıq həm işləyirlər, şirkət quranlar var, irəli gedənlər var. O işə qəbul məsələlərində əvvəl hər kəs gözləyir ki, əgər Avropada, Amerikada oxuyubsa gələn kimi buradan böyük vəzifəyə təyin olunmalıdır. Belə bir gözlənti də var idi. Amma zaman keçdikcə hər kəs artıq alışır ki, əgər biz Avropada, Amerikada oxumuşuqsa bu bizim üçün bir üstünlükdür, ekstra bir təcrübədir, oradakı yenilikləri görmüşük, oradakı üstünlükləri görmüşük. Bunu Azərbaycan necə tətbiq eləyə bilərik? Bunu Azərbaycanda nəyə uyğunlaşdıra bilərik ki, həm ölkə üçün, həm insanlar üçün, həm gələcəyimiz üçün yaxşı olsun. Və çox şadam ki, bugün tələbələr artıq bu sahədə çox yaxşı, arxitektura sahəsində, texnologiya sahəsində startap başladan tələbələrimiz var. Çünki onlar gəlib Azərbaycanda bəlkə də şirkətdə işləmək istəmir, daha sərbəst sahibkarlıq düşüncəsinə sahib olan tələbələr var ki, onlar nəsə qurmaq istəyirlər. Artıq yaxşı təcrübəsi var, potensialı var. Orada yaxşı bir ideyanı görüb onu Azərbaycanda tətbiq eləmək istəyir. Yəni belə reallıqlarımız artıq çoxdur. Bizə hal-hazırda valideynlər də baxırlar çox diqqətlə. Mən istərdim ki, valideynlərə də bir məsləhət verəsiniz. Biz həmişə valideynlərə məsləhət verəndə biz ona fokuslanırıq ki, bir neçə fundamental elm var. Yəni bunun içində riyaziyyat var, dil var və məntiq var, analitik bacarıq var. Bugün çox-çox önəmlidir ki, biz burada biraz geridə qalırıq. Bunlara fokuslansınlar. Biz şagirdlərimizi fundamental olaraq yetişdirməliyik. 8-ci sinif, 9-cu sinif, 10-cu sinif. Təməl biliklər məhkəmə. Artıq onlar müəyyən o sahələri kəşf elədikcə, yəni məsəl üçün 10-cu sinifdə tələbələr biraz iqtisadiyyat sahəsini kəşf eləyirlər. Biz onlara beynəlxalq fənlərdən nələrsə göstərir ki, oxusun, araşdırsın, baxsın. Yəni fənni oxuyan artıq özü başa düşür ki, mən burada mənə daha uyğundur, mən bunu eləyə bilərəm əslində. Fizikanı oxuyandan sonra bir çox tələbə fizikanı çox sevir. Əslində fizika mən əvvəl başqa cür düşünürdüm, amma kəşf elədim ki, fizika əslində mənə daha çox uyğundur. Burada daha çox iş görə bilərəm və mən bu sahəyə getmək istəyirəm. Yəni astronot olmaq istəyirəm, mühəndis olmaq istəyirəm, kosmosla maraqlanmaq istəyirəm, təyyarə mühəndisi olmaq istəyirəm və s. Yəni biraz daha çox buna yönəlir və riyaziyyat təbii ki, bütün fənlər eyni zamanda ana fənnidir. Yəni siz mən özüm beynəlxalq əlaqələr oxumuşam, amma onun içində də riyaziyyat var. Yəni biz düşünürük ki, humanitar olan içində riyaziyyat olmayacaq. Artıq dünya bizdən hansısa hanı oxuyursa oxuyaq, bizdən iki əsas faktoru tələb edir. Bir dil bacarığında analitik və analiz qabiliyyətinin yüksək olması, iki riyaziyyat sahəsində məntiqin yüksək olması. Bu iki sahə dünyada ən çox istənilən fundamental elm sahələrdir və bütün sahələrdir. Diplomatiyada da axı bir 5 addım önü görməlisə, ona görə riyazi hesablamaların Bəli, yəni o sahələr var. Ona görə valideynlər ilkin buna fokuslansın. İxtisas seçmək yerinə ilkin buna fokuslansalar çox-çox yaxşı olur. Yəni bu çox önəmli faktordur, bəli. Vüsalə xanım, siz necə düşünürsünüz? Nələrə ehtiyac var məsləhət olaraq valideynlərə, nə deyərsiniz? İlkin mənim danışdıqca mənim yadıma bir dənə oxuduğum məlumat düşdü. Demək, Dünya İqtisadi Forumu var. Biz Davos kimi tanıyırıq hər birimiz onu. Orada belə bir araşdırma aparılmışdı ki, hal-hazırda birinci sinifdə olan şagirdlərin gələcəkdə 60%, 68%, orada bir rəqəmdə səhv edə bilərəm, təqribən bu civarda olan faizdə olacaq insan indiki peşələrdə çalışmayacaqlar. Yəni bu qədər insanın indiki gördüyümüz peşələr olmayacaq. Tamamilə yeni peşə istiqamətləri, yeni sahələr mövcud olacaq. Bu onu göstərir. Və ona görə də bayaqları qeyd elədiyimiz kimi bəzən valideynlər özünün edə bilmədiklərini övladına tətbiq etməklə sanki həyata keçirmədiyi arzuları həyata keçirmək istəyir. Amma reallığa baxsaq, mütləq mənada hər kəsi əgər övladı üçün həqiqətən də bir istiqamət qoymaq istəyirsə, mütləq mənada yaşadığı ölkədəki prioritetlərə baxmalıdır və eynən zaman orada hansı əmək bazarında harada boşluq var, ən çox axın hansı istiqaməti getmir. Hələ də hüquqşünas olsun, hələ də həkim olsun kimi, təbii ki, bunlar çox önəmli sahələrdir. Amma ölkə o sahədə öz ehtiyaclarını qarşılayıbsa və gələcəkdə də buraxdığı universitetlərin hər il məzun etdiyi tələbə onları qarşılayacaqsa, demək ki, sizin bu günləri 7, 8, 9, 10 yaşlı övladlarınız üçün o sahə o qədər də prioritet olmamalıdır. Nəinki kənd təsərrüfatı, nəinki digər sahələr və bayaqlarda bu süni intellektlə bağlı vurğuladıq. Süni intellekt bəli getdikcə həyatımızın çox mərkəzinə doğru hərəkət edir. Hətta biz bu illəri də demək sənədlərin ekspertizasından süni intellekt alətlərindən istifadə edərək yoxluyuruq və
Bu da demək olar ki, gələcəkdə əgər keçmişdə əlinlə yoxlama var idisə, şəxslərin iştirakı var idisə, burada o deməkdir ki, onlar da yoxdur və səhvlər demək olar ki, minimuma endiriləcək və belə deyək ki, hətta olmayacaq. Və bütün bunlar hamısı həyatımıza daxil olub və bizə müraciət edən tələbələrin əksəriyyəti böyük bir hissəsi də tam olaraq faizi verməkdə bir qədər ehtiyat edirəm, çünki proses tam yekunlaşsın, biz elan edəcəyik hər bir məsələni. Məhz informasiya texnologiyalardır. İnformasiya texnologiyalarının kifayət qədər böyük sayda Azərbaycan vətəndaşı dövlət proqramı üçün müraciət edib ki, buna süni intellekt var, data analitikası var, filan və kompüter elmləri var və digər istiqamətlər üzrə müraciət edib, kifayət qədər də bu sahəyə maraq var və eyni zamanda da əgər gələcəkdə işini belə deyək, tapmağından əmin olmaq istəyən şəxslər varsa, mütləq mənada həyatda bir istiqaməti tapmamışdan öncə özü üçün marağının və onun üçün önəmli, həyatında önəmli olan sahəni tapmalıdır ki, bu hansı sahə ilə həyatına və özünə həm eyni zamanda ölkəsinə dəyər qatmış olacaq. Bax, bu insanlar üçün nə qədər texnika inkişaf etsə də, nə qədər həyat qlobal şəkildə, dünya sürətlə inkişaf etsə də, dəyər qatmağı bacaran insanlar istənilən istiqamətdə uğur qazanacağı, yəni dəqiqdir. Çünki bir fərqlilik yaradacaq, bir dəyər qatacaq, həm özü üçün, həm ölkəsi üçün, həm gələcəyi üçün müəyyən bir töhfə vermiş olacaq. Bu veriliş ərzində kifayət qədər vacib məlumatlar səsləndi və o tələbələr, hansı ki, bugün seçim mərhələsində iştirak edirlər, onlara da uğurlar arzu edirəm. Arzu edirəm ki, vətən üçün layiqli və gözəl mütəxəssislərə çevrilib ölkəyə qayıtsınlar və faydalı olsunlar. Bugün xaricdə təhsil dövlət proqramı haqqında danışırdıq. Bu sahədə hansı yeniliklər var? Əsas məqamlara düşünürəm ki, toxunduq. Amma təbii ki, bu mövzu geniş mövzudur. Mütəmadi olaraq bu mövzuya müraciət edəcəyik. Əziz tamaşaçılar, təhsil dialoquna aid əgər fikirləriniz, təklifləriniz varsa, bizim e-mail ünvanımıza yaza bilərsiniz öz fikirlərinizi və təkliflərinizi. Bugün isə qonağımız Vüsalə xanım Niftəliyeva idi. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dövlət Proqramının İdarə Edilməsi qrupunun 2022-2028-ci illər üçün dövlət proqramı layihə rəhbəri. Təşəkkür edirik sizə və xaricdə təhsil üzrə müstəqil ekspert Elgün müəllim Kərimov təşəkkür edirik sizə. Hər ikinizə uğurlar arzu edirik. Gələn görüşlərədək.